Cassius Clay kölə adıdır. Mən bu adı seçməmişəm və istəmirəm. Mən Məhəmməd Əliyəm. Azad addır. Mənası Allahın sevdiyi deməkdir. Və mən təkid edirəm ki, mənimlə və mənim haqqında danışanda bu addan istifadə etsinlər. O, Afroamerikalıların hüquqlarının tanınması uğrunda aparılan mübarizədə böyük əməl sahibi. Dəfələrlə şəksiz dünya çempionu. İslam dinini qəbul etməklə həyatında dönüş yaradan qalmaqallı Məhəmməd Əlidir. Ona möhtəşəm Əli də deyirlər. Vyetnam müharibəsinə Amerika Birləşmiş Ştatları əskəri kimi qatılmaqdan imtina etməsi onu xeyli məşhurlaşdırır. Baxmayaraq ki, bu qərar ona baha başa gəlir və boksdan uzaqlaşdırılır. Eyni zamanda Əliyə nifrət edənlərin sayını da çoxaldır. Bu hadisədən biraz əvvəl isə İslam dinini qəbul edərək Məhəmməd Əli adını götürməsi ictimaiyyətdə qınağa səbəb olur. Məhz bu ərəfədə sonralar Joe Frazier ilə baş tutacaq Manilada Thriller adlanan döyüşün əsası qoyuldu. Məhəmməd Əlinin boksdan uzaqlaşdırılması o vaxtın dünya çempionu Joe Frazierə o qədər də ədalətli görünməmişdi. O həmkarının bu hərəkətindən heyran qalaraq Amerika Birləşmiş Ştatları prezidenti Richard Nixondan Əlinin boks lisenziyasını qaytarmağı xahiş edir. Elə bu xahiş Əli ilə Frazierin qarşı durmasına gətirib çıxardı. Əlinin boksdan uzaqlaşdırılması 3 il yarımdan sonra aradan qaldırılır. Onun boksa qayıtması Frazierlə yarışı labüd etdi. Artıq bu qarşı durmaya heç nə mane ola bilməzdi. Frazier boks iyerarxiyasındakı yerini əla bilirdi. Əlinin yerini də dərk edirdi və məhz buna görə də ədalətli mübarizədə əksini sübut etmək istəyirdi. Boksçu deyiləm, həm də şoumenəm. Məhəmməd Əlinin davranışları Frazierin ilk döyüşdə qalib gəlməsinə mane ola bilmir. Əli həmin döyüşdə öz boşqabında deyildi. Qələbəyə baxmayaraq dünya Frazieri boksun ən yaxşısı kimi tanımadı. Məsələ belə qala bilməzdi. Əli titulunu geri qaytarmaq üçün hər şey etməli idi. Üçüncü qarşılaşma isə Filippində baş tutur. Bu boks müharibəsi Manilada Thriller adı ilə tarixə keçir. Döyüş ərəfəsində isə Əli lap özündən çıxmışdı. Frazier'in anası deyirdi ki, o uşaq ikən o qədər eybəcər idi ki, ağlayanda göz yaşları dayanırdı və üzündən yox, boynunun arxasından axırdı. Baxın, bu Frazier'in vicdanıdır. Görün ona zərbə indirəndə nə hala düşür. Əli Frazierin məşq zalına yol taparaq ona mane olur. Balkondan başına stul atır, həmçinin Manilada qalmasına imkan vermirdi. Bir gecə Məhəmməd oyuncaq silahla Joe'nun ata elinə gəlir və onu qorxudur. Bunlara tab gətirməyən Frazier Maniladan kənara köçürülür. Arasında keçirilən 3-cü görüş idman yarışı değildi, bu müharibə idi. Görüş 20-ci əsrin ən yadda qalan qarşıdurması hesab edilir. Əli Frazieri bir neçə dəfə ciddi şəkildə şoka saldı. Çempion əla işləyirdi. Frazierin məşqçisi Eddie Futch 14-cü raundda vəziyyəti dəyişməzsə, onu oyunun dayandırılmasını tələb edəcəyi ilə hədələdi. Frazierin vəziyyəti acınacaqlı idi və 14-cü raundda Əli Frazieri məhv etdi, sındırdı, yerlə yeksan etdi. Son raund fasiləsində artıq ayaq üstə zorla duran Əli sekundantlardan əlcəklərini çıxartmalarını istəyir. Onlar isə buna icazə vermirlər. Frazierin gözünün görməməsi oyunun saxlanması üçün son səbəb olur və beləliklə oyun dayandırılır və Əli qalib elan edilir. Oyundan sonra Əli Frazier özündən sonra ən güclü boksçu adlandıraraq ondan təhqirlərə görə üzr istəyir. İllər sonra televiziya verilişlərinin birində Əli inanılmaz açıqlama verdi. Özdə Frazier və formanın yanında. Mən özümü möhtəşəm hesab etmirəm. Bu obrazdır. Mən buna heç vaxt inanmamışam və indi də inanmıram. Frazierlə yarışda məğlubiyyətə tük qədər yaxın idim. Bu səbəbdən deyə bilərəm ki, möhtəşəm insan yoxdur. Maraqlısı isə odur ki, formanda Frazier də Məhəmməd Əlinin həqiqətən də möhtəşəm boksçu olmasını qəbul edirdilər. Məsələ bununla bitmir. İllər sonra Əlinin qızı və Frazierin qızı ringdə atalarından miras qalan mübahisəni yenidən aydınlaşdırırlar. Görüş boks aləmində böyük səs-küyə səbəb olur. Bu qarşıdurmada tarix necə deyərlər, yenidən təkrar olunur. Əlinin qızı Frazierin qızı Jacqueline məğlub edir. İllərlə əziyyət çəkdiyi Parkinson xəstəliyi Məhəmməd Əlinin səhhətini getdikcə pisləşdirirdi. Dünyanın ən güclü boksçusu bu xəstəliklə 30 illik mübarizədə məğlub olur və 2016-cı ildə dünyasını dəyişir. Onun dəfnində bir çox məşhur insanlar və dövlət başçıları da iştirak edir. Hətta Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan da Məhəmməd Əlini son mənzilə yola salanlar arasında idi.
Güman ki, mən dünyanın ən güclü boksçusu olmuşam. Ringdən kənarda isə hamı kimiyəm. Yaxşı həyat yaşamaq, Allaha ibadət və hər kəsə kömək etmək istəyirəm. Və bir də, hələ də 12 yaşım olarkən velosipedimi oğurlayan o oğlanı axtarıram. Mən onu əzişdirəcəm. Əla velosipedim var idi.